Yaşlı adamım, boğazımı yaşlıyım. Arada səsim gedir, qayıt. Əvəzlikdən başqa nədən danışaq? Əvəzlikdən sifətdən danışaq. Təzə çıxıb o da. Yəni, tamam. Bugün əvəzlikdə sifətdən danışırıq. Əvəzlikdə sifətdən danışa bilərsən. Əslində ağlı fikir. Nə idi o? Asıldan sonra isim gəlir də, düzdür. Amma asıldan sonra birbaşa isim olmaya bilər. Məsələn, haradasa atdın, amma yəni məntiqsiz atdın, amma axırı gəldi, düzəldi. Məsələn, my red pen deyə bilərsən. Verə bilirsən, yəni belə bir şey. Aydın oldu. Nə başa düşdük? Asılı formadan sonra, təhsil söhbət asıldan getmir də. Məsələn, all əvəzliyindən də danışa bilərik, was əvəzliyindən də danışa bilərik. İsim işlənə bilənlərdən sonra, deyək ki, məsələn, alldan, wasdan, yelk əvəzinin asılı formasından sonra birbaşa da isim ola bilər. Dolayısıyla da isim ola bilər. Yəni, məsələn, my car da deyə bilərsən, birbaşa isim. My first car da deyə bilərsən, red car da deyə bilərsən, black car da deyə bilərsən. Aydın oldu? Qeyri-iradi, yəni şeylədir. Bizə ipucu verir, biz izah elədik. Sonra, yekunlaşdıq. Tamam? Əvəzdə başqa nəsə var, soruşmaq istədiyiniz. Yoxdur? Allah köməyiniz olsun. Söndürə bilərsən. Ya da gözlə, inkar əvəzliyi haqqında da bir qısaca qeyd vermirsən. Yadımızdadır inkar əvəzliyi. Aparat işləyir də Kənan. Aparat deyir. Kənan, aparat işləyir. Yes. Kənan. Deməli, neçə gündür bir-birimizi tanıyırıq burada? Söz də bilmir. Bir ay olmaz. Adam başlayıb İngilis dilində, Fransız dilində danışmağa. Təsdiqlədi. Deməli, inkişaf var da bizdə. Özümüz Ağdamlı, məkan Xındırıstan. Dərs İngilis dili, danışır Fransız dilində. Əsas fənni nədir məktəbdə? Rus dildə əsas fənni. Yoxdur, belə bir şey yoxdur. Axırda gedib Alman dilindən də buraxılış imtihanı falan verir. Öyrənir, öyrənir. Uşaqlar, inkar əvəzliyi. Negativ pronounce. Ha, markerimiz var. Yox, hara getsən? Sən axırıncı dəfə sən getdin, az qaldı polisə deyək ki, uşağı tapın gətirin bər. Lazım deyil. İnkar əvəzliyi. Danışıram no-dan. Cibinizə marker alın qoyun da. Bu nədir belə? Nə də yazıq deyir. Var. Niyə bizi süründürürsən? Ver də. Düşündüm görüm, məktəbdə qoymaq. Ay, sağ ol. Buna qapağı yox da, yox var, işləyir. İşləyirmi? Bunun özü sənə hava. Uşaqlar, no inkar əvəzliyi. Bax, dediklərimə son dərəcə diqqətlə qulaq asın. Aşırı vacib hissədir. İnkar əvəzliyidir. Özündən sonra ya isim olmalıdır, ya da olmalıdır. Başqa versiya yox. Deməli, no'dan sonra nə olmalıdır? İsim olmalıdır. Bax, no pen, no cars, no information. Sayın nə yazır? Yazdım da. Nə yadda qaldı? Nə başa düşdük? No'dan sonra isim olmalıdır. Nə verirsən ver, yetər ki isim olsun. Sayıla bilən tək də ola bilər, sayıla bilən cəm də ola bilər, sayılmayan isim də ola bilər. Aydın oldu? İsim olmalıdır, article olmamalıdır. No, pen dedinsə elə bil ki, belin qırıldı, səhvdir, vermir. Yəni ki, qəddin düzəldir, elə bil ki, həqiqətən beli qırıldı. No'dan sonra əmazə olmayacaq, bax sizi çaşdırmaq üçün verəcəklər. Olmaz. Çünki axı biz ənazəni ilk olaraq nə kimi gördük? Ən article ilə gördük. Ha, bel ənazə kimi oldu, ha, ilə ən ayrı yazıldı. Aydın oldu, yəni no'dan sonra birbaşa isim olacaq, article olmayacaq. No'nun törəmələri var. Nobody, düz yazdın mı? No one, birdən nothing. Bu iki dənə kimə aiddir? Bizə aiddir, şəxsə aiddir. Bu artıq cansıza aiddir. Aydın oldu. Sonda yekunlaşdıranda törəmələr haqqında ümumi məlumat verəcəm sizə. Non-inkar əvəzliyi. No'dan fərqli olaraq özündən sonra isim olmaz. Bunu bir dəfəli yadımıza saxlayırıq. Məsələn, no pen deməlisən, no cars deyə bilərsən, amma non-car ya da non-pen ya da non-advice deyə bilmərsən. Yəni, qayda deyir ki, non-inkar əvəzliyindən sonra isim olmaz.
O halda olar ki, of-la ayrılsın. Yəni, məsələn, none of my, məsələn, nə? Pencils. Of-dan sonra cəmsim adətən tək xəbər. Bax, yenə də deyirəm, adətən yer qoyur ki, bəzən cəmə də rast gələ bilərik. Yəni, bəzi müəlliflərin kitablarında onu xəbəri həm tək, həm cəm kimi verirlər. Amma yəni, sizə deyim ki, test toplusunda və digər sınaqlarda daha çox siz xəbərin tək formasına rast gələsiniz. Deməli, nan haqqında nə bilirik? Özündən sonra isim olmaz. Of-la ayrılanda isim cəm, xəbər adətən tək olur. Tək demə. Çünki tək deyirsənsə, deməli, nöqtəni qoyursan ki, cəm olmaq ehtimalı yoxdur. Ola bilir. Amma yenə də deyirəm, siz 90% bura fokuslanın ki, xəbər tək olacaq. Aydın oldu. Sonuncu inkar əvəzliyimiz nə edər? İkisindən heç biri kimi tərcümə olunur. Bax, məsələn, deyirəm ki, I have 5, for example, students. Mənim 5 şagirdim var. Əgər mən onun biraz negativə yükləyəcəm, onların heç biri oxumur deyəcəmsə, nə verə bilmərəm? Bundan istifadə edə bilmərəm. Niyə istifadə edə bilmərəm? Çünki bu neçəsindən heç biridir. İkisindən heç biridir. Onun yerinə, məsələn, rahat-rahatla istifadə edə bilərəm. Amma məsələn, deyirəm ki, I have 2 books, neither of them is, for example, interesting. Məsələn, mənim 2 kitabım var və onların heç biri maraqlı deyil. Niyə o inkar əvəzliyi verdim? Çünki 2-dən danışıram. Amma əgər mənim 3 kitabım varsa və onun heç biri, məsələn, hekayə kitabı deyil və yaxud onların heç biri maraqlı deyil demək istəyirəmsə, bu inkar əvəzindən istifadə edə bilmərəm. Çünki bu 2-dən danışanda olur. Və bir dənə ipucu da verəcəm sizə. Bu hər ikisidir. İkiniz. Bu ikisindən biridir. Ya sən, ya sən. Bu da biraz ağır olacaq. Heç biriniz. Aydın oldu. Amma neçəsinin heç biri? İkisinin heç biri. Başa düşdük? Eynən bu da of-la ayrıla bilər. Bu zaman ismi cəm olur, xəbəri tək olur. Əvəzliyin funksiyası nə idi? Əvəz eləmək. İsimin yerində işlənə bilər. Yəni, özündən sonra isim gələ də bilər, gəlməyə də bilər. Gələrsə nə tər isim gələr? Sayıla bilən tək. Artikl olar sizcə? Olmaz. Çünki əvəzdən sonra artikl olunur. Bu olunan boz istisnadır. Başa düşdük? Deməli, ikisindən heç biri, özündən sonra isim gələ də bilər, gəlməyə də bilər. Gəlirsə isim sayıla bilən tək olmalıdır. Artikl olmamalıdır. Of-la işlənə bilər. Bu zaman ismi cəm olur. Xəbəri adətən nə olur? Tək olur. İndi biz törəmədən danışdıq. Başqa nəyin törəməsi var idi? Every'nin, everybody, everyone, everything. Yəni, some'ın törəməsi var. Somebody, someone, something. Əgər cümlə sual ya da inkar cümləsidirsə, bəli, some'ın törəməsini çeviririk nəyə? Any'nin törəməsinə. Anybody, anyone və anything. Some'ın, any'nin, every'nin və no'nun törəməsi. Bütün törəmələr üçün ortaq xüsusiyyət. Xəbəri tək olacaq. İsim olmaz. Of gəlməz. Bir dənə yadda saxlayırıq. Body və one qoşulanlar, yəni insana aid olanlarda yalnız apostrof s qoşa bilərik. O halda deyə bilərsən ki, bəli, törəmədən sonra isim gəlir. Hansı halda? Body və one, yəni insana aid olan o törəmələr var. Onlara apostrof s qoşanda, yəni isimə aid olan o xüsusiyyət onun üzərinə keçəndə, o halda törəmədən sonra isim olmalıdır. Yəni, onun üçün nə edirik? Nöqtədən sonra baxırsan. Məsələn, variantlara baxdığında tezdə görürsən ki, törəmənin işlənməsidir. Bir neçə dənəsini sadə veriblər, digərini apostrof s-li veriblər. Məsələn, o dəqiqə ilk işimiz nə olmalıdır? Getməliyik nöqtədən sonra isim var, yoxsa yox, onu dəqiqləşdiririk. Əgər isim varsa, o zaman nəyi götürürsən? Apostrof s-lini götürürsən. Bax, s sonra apostrof yox, yalnız apostrof s. Çünki s-i qoşmaq üçün birinci onun nə olması gərəkirdi? İsim olması gərəkirdi. Əvəzlik deyil. Aydın oldu?